Salam. Bu videoda 30.05.2025 tarixində keçirilmiş sertifikasiyadan sınaq imtahanında olan bəzi çətin sualların həllinə baxacaq. Yəni bütün suallar nəzəri suallara baxmayacaq, çətin hesablama tələb edən sualların izahını verəcəm. İlk sualdan etibarən başlayırıq. Gördüyünüz kimi bu bir Python tapşırığıdır. Proqramın icrası zamanı girişə ardıcıl olaraq 6 və 3 daxil edilərsə, çıxışa verilən nəticəni müəyyən edin. İlk olaraq 6 daxil edilir, yəni A 6 qiymətini alacaq, sonra 3 daxil edilir, B 3 qiymətini alacaq, sonra isə burada gördüyünüz hesablama aparılır. Baxın, buralarda bir qarışıqlıq olmasın deyə siz bunu riyazi yazsanız daha asan olar. A 6 vurulsun 3 bölünsün 3-ün kvadratı üstəgəl 12 çıxılsın B, B də 3-dür. Bərabərdir. Şimdi baxın, belə bir şey alınır. 6 vurulsun 3 bölünsün 9 üstəgəl 12 çıxılsın 3. Buradan da ixtisarlarımızı aparsaq, burada 3 qalacaq, 3-dən 6, burada 2 qalır və yekun olaraq 2 üstəgəl 12 çıxılsın 3. Belə bir nəticə almış oluruq. Bu da 14 çıxılsın 3-dən olur 11. Amma burada diqqət eləməli olduğunuz bir məsələ var. Əgər hesablamada bölmə varsa, bölmənin nəticəsini Python bizə float olaraq verir. Kökün nəticəsini Python bizə float olaraq verir. Adi, burada tam bölmə olsa, bu heç. Bu zaman cavab adi, normal, tam ədəd olur. Amma riyaziyyatda olan standart bölmə varsa, bu zaman nəticə float olaraq veriləcək. Ona görə cavabımız olur burada A variantı. Keçirik növbəti tapşırıqlara. Deməli, 2 nömrəli tapşırıq. Elektron hökumət daxilində münasibətin modelləri olan sıranı müəyyən edin. Nəzəri sualı üzərində qalmayacağım. D variantı olmalıdır. Bu kitabda var, sadəcə əzbərləməli olduğunuz bir məsələdir. Üçüncü tapşırıq, hər hansı məsələnin həlli alqoritmdə müəyyən addımlardan sonra axtarılan nəticə alınmalıdır. Hər hansı məsələnin həlli alqoritmində müəyyən addımlardan sonra axtarılan nəticə tapılmalıdır. Yəni, nə demək istəyir? Bu sonlu olmalıdır. Sonluluq nəticəlik xassəsidir. Bu fikir alqoritmi xassəsinə aiddir. 4 nömrəli tapşırıq, Unicode əlifbası ilə kodlaşdırılmış süni intellekt ifadəsinin informasiya həcmini bitlə müəyyən edin. Boşluqda daxil olmaqla simvolları sayıb 16-ya vurmağımız yetərlidir. Gəldik 5 nömrəli tapşırığa. Baxaq görək burada nə istəyir bizdən. HTML ilə bağlı olan bir tapşırıqdır. Deməli, gəlin baxaq, uyğunluğu müəyyən edin. Burada table border, table bu cədvəl qurmaqla bağlıdır. Emoji var burada, SRC var. Bu şəkil qrafik fayl əlavə eləyir. Bu da link yaradır, yəni keçid verir. A tagi. İndi uyğunlaşdırmağa çalışaq. Bu 5 nömrəli tapşırığı görək hansı variant alınacaq. HTML sənədində istinad yaradır. İstinad, yəni keçid. Bax, bu 3-ə uyğundur. A tagi, istinad, keçid yaratmaq. Abzası sənədin sağ tərəfini düzləndirir. Belə bir şey var, burada yoxdur. Buna uyğun bir şey yoxdur. HTML sənədinə qrafik fayl əlavə edir. Deməli, bu C, şəkil əlavə edən 2-yə getdi. Cədvəl çərçivəsinin qalınlığını təyin edir. D, 1-ə getdi. Table. Bu cədvəl çərçivəsi deyəndə bunu nəzərdə tutur. Border 1 və nömrələnmiş siyahı bu da yoxdur. Onda deməli 1D, 2C, 3A olan 1D, 2C, 3A. Nə oldu cavabımız? A, B, C variantı oldu. 6 nömrəli tapşırığa keçirik. Rəng dərinliyi 7 bit olan palitrada rəng çayırlarının maksimum sayı bu standartda 2/7 128. Bunu keçirəm. Proqramda dövrün gövdəsi neçə dəfə icra olunacaq deyir. Deməli, başladıq. K bərabərdir 18, A bərabərdir 4, S bərabərdir 0. Nə qədər ki, A K bölü 2-dən kiçikdir. Hal-hazırda A nədir? 4-dür. K nədir? 18-dir. K bölü 2 nədir? 9-dur. Bəli, bu dəfə şərt ödənir. S bərabərdir S plus A, S bərabərdir S plus A. 0 plus 4-dən S oldu 4. K bərabərdir K plus 1, K oldu 19. A bərabərdir A vur 2, çıx 1. A 4 idi. 2-yə vurduq. Oldu 8 və çıx 1 oldu 7. Gəldik növbəti dövrə. A hal-hazırda 7-dir. K bölü 2 nədir? 8-dir.
Şərt yenə ödəyir. Təzədən düşürük dövrə. S bərabərdir S plus A. S nə idi? 4 idi. A nə idi? 7 idi. Topladıq oldu 11. Əslində S-in bir önəmi yoxdur. K bərabərdir K plus 1. 19 idi. Oldu 20. Və A bərabərdir. A nə idi? 7 idi. Vur 2, 14. Çıx 1 oldu 13. Və 2 dövr artıq icra olunub. Gəlirik təzədən. A hal-hazırda nədir? A 13-dür. Şərti yoxlayıram. K bölü 2. K nədir? 20-dir. 20-ni 2-yə böləndə tam hissə nə olur? 10. Bax, artıq belə bir şey alınır. Və şərt pozulur. Şərt pozulur, dövrdən çıxırıq. S və A-nın qiymətləri çap olunur. Amma bizdən soruşduğu nədir? Proqramda dövrün gövdəsi neçə dəfə icra olunacaq? Bunu soruşur bizdən. Neçə dəfə hesablama apardıq? 1, 2. 2 dəfə hesablama apardıq və 7 nömrəli tapşırıq oldu B variantı. Davam edirik. 8. Qraflarla bağlı olan bir tapşırıq tipidir. Cədvəldə A, B, C, D, E, F yaşayış məntəqələri arasında yolların uzunluqları qeyd olunub. A və F məntəqələri arasında ən qısa yolun uzunluğunu müəyyən edin. Bu tapşırıqlar məşhur tapşırıq tipidir. Bunlardan çox işləmişik. Deməli, A və F arasındakı məsafəni təyin edin deyir. Burada F-ə Y-dən gəlmək olur. Y-F arasındakı məsafə 1-dir. Gəlin, baxaq görək necə eləyə bilərik. Deməli, A-dan B-yə geçsək 5. B-dən Y-yə yox, bu çox da sərfəli deyil. A-dan F-ə getməliyik. 5, 4. 5 ilə buradan 5-i, buradan 8-i götürəsi olsaq, yəni A-dan B-yə, B-dən Y-yə, Y-dən F-ə geçsək. Baxaq görək, onda uzunluq nə qədər olur? Deməli, 5, 8, 13, 1, 14 olur. 14 cavab da var, amma daha balaca qiymətlər də var. Başqa yollar fikirləşməyə çalışaq. Deməli, 7, 5. 7 ilə 5-i toplasaq, o zaman nə alacaq? Alacaq 12, bir də burada olur 13. 13, o da cavabda var, amma 13-dən balaca qiymətlər də var. Baxaq görək, başqa yolumuz nə ola bilər? 5, 4. A-dan B-yə gəldik 5, B-dən D-yə 4, buradan 2, buradan 1. Çox güman ki, budur cavab. Deməli, indi yazıram yolları. A-dan B-yə getdim, məsafə 5. B-dən D-yə getdim, B-dən D-yə məsafə 4. D-dən Y-yə getdim, D-dən Y-yə məsafə 2 və Y-dən F-ə getdim, məsafə 1. 5, 4, 9, 10, 12. Hə, artıq bu yolun uzunluğu oldu 12. 12-dən kiçik variant təkcə 9, 10. Hə, 2 dənə kiçik variant var, amma baxın 5 ilə birləşdirə biləcəyim ən kiçik ədəd 4-dür. Ondan sonra da 2, 1, bundan balaca bir variant tapa bilməyəcəksiniz. Əgər imtahanda bu tip bir şey çıxsa, indi mən bir-bir yoxladım və hal-hazırda mən əminəm ki, 12-dən balaca bir şey almaq olmaz. Çünki A, B, 5 var. Yəni burada da 5-dən B-dən gedə biləcəyim 7, 8 və 4 var. Bunlardan ən kiçiklərini, bax 5, 4 ən kiçiklərdir. Ən kiçikləri birləşdirmişəm. Sonra da burada 2, 1, onsuz da 2-dən balaca, 1-dən balaca heç nə yoxdur. Ən kiçik ədədləri birləşdirib 12 cavabını almışam. Ona görə əminəm ki, 12-dən balaca bir şey yoxdur. Amma əgər imtahanda tərəddüd eləsəz, o zaman belə fikirləşə bilərsiniz, belə bir yanaşma eləyə bilərsiniz. Şəkil çəkim üzərində baxın. Şəkil çəkim üzərində baxanda daha dəqiq şəkildə tapmaq olur. Burada bu biraz qarışıq idi, nəsə gözdən qaçma ehtimalı çoxdur. Nömrə 9. iPlogo proqramlaşdırma mühitində düzgün 9 bucaqlı fiqur çəkmək üçün nöqtələrin yerinə uyğun olaraq nə yazılmalıdır? Deməli, 9 bucaqlı çəkirik. İlk öncə bucağı təyin eləməliyik. 30, 360 bölünsün 9. Bu qaydanı bilirsiniz artıq. Dönmə bucağını təyin edirik. Buradan alırıq 40 dərəcə. Deməli, dönmə bucağımız 40 olacaq. Sağa və ya sola önəmli deyil. Bax, bura yazmalıyıq 40. Və təkrarla 9 yazsaq kifayətdir. 9-dan böyük ədədlər də yaza bilərsiniz. İndi variantlara baxaq görək 9, 40 hansı variantda var? Uyğun olaraq deyir də yəqin ki, hə? 9 və 40 elə C variantında var. Başqa sağ tərəfdə 40 olan yoxdur. Deməli, cavabımız oldu C variantı. iPlog ilə bağlı sadə bir tapşırıq keçirik. Növbəti sualımıza bu 10 nömrəli tapşırıqdır. Proqramın nəticəsini müəyyən edin. Python tapşırığı. Hesablayaq. Deməli, A siyahımız var, B boş bir siyahıdır. For i in range 0, lena 2. Lena, bunun uzunluğu yəni 1, 2, 3, 4, 5.
1, 2, 3, 4, 5. Lena 5 və addımda 2-dir. Yəni i-nin aldığı qiymətlər 0, 2 və 4 olacaq. İndi baxın, bu 0, 1, 2, 3, bu da 4. Burada artıq indekslərlə işləyirik. Aşağıda deyir ki, b.insert i0 olanda 0-cı indeksə A0 vur 2-ni əlavə elə. A0 vur 2. A0 nədir? 12. 12 vur 2, 24. 0-cı indeksə 24 əlavə edir. Sonra keçir növbəti. İkinci indeksdə 5 var. İkinci indeksdə 5 var. Və yenə gəlir bura. B.insert 2 A vur 2. Burada da yenə ikinci indeks yoxdur. Ona görə məcburən sağ tərəfə əlavə edəcək bunu. A2 5 vur 2 10. 10-u əlavə elədi bura. Və sonra 4 gəlir. Növbəti i-nin qiyməti 4-dür. Söhbət 44-dən gedir. Yenə 4-cü indeksə 44 əlavə elə deyir. 4-cü indeks yoxdur deyə yenə sağ tərəfə əlavə edəcək bunu. Bu arada bu qayda orta məktəb proqramına uyğun deyil, amma məntiqlə tapmaq olur. 88. Bunları əlavə elədi. Bunları əlavə elədi. Hə, bir də burada sort var. Daha sonra sort komandası icra olunur. 10, 24, 88 bu şəkildə bunu sıralayırıq. 10, 24, 88 olur A variantı. Bu da 10 nömrəli tapşırıq. 11 nömrəli tapşırıq blok sxemdir və aşağıda verilmiş blok sxemdə cəminin hesablanması üçün sual işarəsinin yerinə uyğun olaraq yazacaq ifadələri müəyyən edin. Gördüyünüz kimi ifadə aşağıda riyazi olaraq da verilib. 1-in kvadratı, 2-in kvadratı, 3-ün kvadratı belə bir şey hesablamalıyıq. Nəticəni S-ə verməliyik. Axırda da S gördüyünüz kimi çap olunur. Və indi məsələ nədir? Baxın, S bərabər 0, N bərabər 0 yazılıb. Əgər mən bura gəlib S bərabərdir, S plus N yazsam, 0 plus 0 alınır ki, burada 0-ın toplanmasına ehtiyac yoxdur. 1-dən başlamalıyıq. Yəni, ilk toplanacaq ədədimiz 1-dir. Ona görə mən bura yazıram, N bərabərdir, N plus 1. Niyə N plus 1 yazıram? N-in ilkin qiymətini 0 verir. Bir dənə artırıram ki, bax, N 1 qiymətini alsın. Gəlirəm aşağı. Aşağıda yazıram ki, S bərabərdir, S plus N kvadratı. Və ya N vur variantda burada N vur N görürəm. N vur N də yazmaq olar. Gəl, oradakı kimi yazaq. N vur N. Bax, bu şəkildə. İndi, baxın, ən son qiymətimiz 30-dur. Deməli, əvvəlcə N 0-dır. Gəldi 0 şərti ödədi. N bərabərdir N plus 1-dən N oldu 1. Gəldik burada 1 vur 1-dən 1-in kvadratını əlavə elədik. Növbəti dövrə keçdik. N-i aldıq 2. Gəldik burada 2-nin kvadratını əlavə elədik və s. və s. və s. Gəldik, tutaq ki, N oldu 29. 29 oldu. Gəldik burada 29-un kvadratını əlavə elədik. Qalxdıq yuxarı. 29 kiçikdir 30. Bəli. Gəldik bura. 29-u artırdıq. Elədik 30. Burada 30-un kvadratını da hesabladıq. Və artıq 30 kiçikdir 30. Yox. Dövrdən çıxdıq. Bax, bu tip sual imtahanda gəlsə belə yoxlayın. Əmin olun ki, son qiyməti də mütləq nəzərə alıb. 1-dən başladı, 30-u da 30-un kvadratını da əlavə elədi və çıxdı. N plus 1, elə A variantıdır, həm deyəsən. N bərabərdir, N plus 1, S bərabərdir, S plus N kvadratı. Yaxşı, bir aşağıya doğru gedək, baxaq. Görək, buna oxşar bir şey var. Yoxdur. Hə, A variantıdır. Test nömrə 12 Excel ilə bağlı olan bir sualdır. Gəlin şərti oxuyaq, baxaq görək nə deyir, nə istəyir bizdən. Elektron cədvəl fraqmentində ambardakı məhsulların qiyməti və endirim faizləri verilib. Bu verilənlərə əsasən Y2 xanasında endirim məbləğini hesablamaq üçün hansı düstur yazılmalıdır? Endirim məbləğini hesablamaq üçün. Hə, yəni qiymət 1230-dur, 10% endirim edilir. Bunu necə yaza bilərik? 1230 vurulsun %10. Belə bunu yazsaq, neçə manat endirim var, onu təyin edə bilərik. İndi bunu düstur şəklinə salaq. 1230 hansı xanadadır? S2, hə? S2 xanasındadır. S2 vurulsun. İndi 10. 10 hardadır? D2 xanasındadır. Vurulsun D2, bölünsün. 100-də adi ədəd kimi daxil edəcəyik. Bax, belə bir şey. S2 vur D2 bölünsün 100.
S2 vur D2. Bir dənə vurma D variantında. D2 vur. Hə, yerini dəyişdirib yazıb. D2 vur S2. Onsuz da fərqi yoxdur. Eyni şeydir. D2 vur S2 bölünsün 100. Olur D variantı. Test nömrə 13 nəzəri sualdır, üstündə qalmayacağam. İnformasiyanın xassələri, növləri və informasiya prosesləri bunu keçirəm. Adi əzbər olan bir sualdır. Gəldik nömrə 14-ə. 14 nömrəli tapşırıq Python ilə bağlı olan bir sual tipidir. Biraz da miqyası artırım, rahat görə bilək. Proqramın icrası zamanı girişə daxil edilərsə, nəticəni müəyyən edin. S bərabərdir input. Bunu daxil elə deyir və 1-ə görə böl deyir. 1-ə görə böl. Yaxşı, gəlin elə bunun üzərində split komandası bilirsiniz də, hansısa bir simvola görə bölür və nəticəni siyahı şəklində salır. Bax, 1-i gördüyü yerlərdən kəsir. Bundan bağlı çox test işləmişik. Bax, belə bu şəkildə kəsir və sağ-sol hər biri siyahının bir elementi şəklinə çevrilir. Amma biz bunu input vasitəsilə daxil etdiyimizə görə, təbii ki, bunlar ədəd yox, sətr tipli kəmiyyətlər olacaq. A bərabərdir boş bir siyahı, for i in s, if integer i böl 2, deyir ki, əgər element cütdürsə, onu əlavə et A siyahısına. Baxaq, 23 deyil, 4. A siyahısının içərisində olacaq 4, olacaq 52, olacaq 98 bunlar. Və bura əlavə eləyəndə sətr tipli olurlar təbii ki. Bax, yoxlayanda ədədə çevirib yoxlayır cüt olub olunmasını. Amma əlavə eləyəndə burada böyük tərəzidə integer yazılmayıb. Yəni sətr kimi əlavə eləyir. Sonra da bunu join ilə birləşdirir. Nə olacaq? 4, 5, 2, 9, 8. 4, 5, 2, 9, 8 olur C variantı. Nömrə 14. Biraz diqqətli olsaq, bu da çətin tapşırıq deyil əslində. Keçirik nömrə 15-ə. iBlogo mühitində verilmiş kod icra edilərsə, bağa hansı fiquru çəkər? Deməli, burada sil ilkin vəziyyət, qələmi endir, təkrarla 2. 2 dəfə aşağıda olan T adlı funksiyaya müraciət edib. Gəlin əvvəlcə bu 15 nömrəli tapşırıqda baxaq görək bu T funksiyası nə iş görür. Ondan sonra onu 2 dəfə icra edərik. Deməli, baxın, təkrarla 4, irəli 100, sağa 90. Bu qalsın sağ tərəfdəki 45 hələ ki nəzərə almıram. Bax, bu hissə adi bildiyimiz kvadrat çəkəcək. İndi gəlin bunu çəkək özümüz. Və burada həmişə dediyim kimi, ilk öncə nəzərə alırsınız ki, bağa qrafika bölümündə belə üzü yuxarı tərəf dayanıb. Və irəli 100, məsələn, gəldi 100, sağa 90 dərəcə döndü və təzədən irəli 100. Yəni 4 dəfə bunu gedəcək və nə baş verəcək? Bir dənə kvadrat alınacaq. İndi bu təkrarla 4 komandasından sonra gəlir bağa təzədən bax belə üzü yuxarıya doğru bu istiqamətdə dayanır. Bir də baxın bundan sonra bir 45 dərəcə dönmə var. Təzədən 45 dərəcə dönür. Tam 45 dərəcəni göstərə bilmədim yəqin ki. Bu 45 dərəcə dönmə məsələsindən sonra bax təkrarla 2 yazıb. Yəni təzədən alt proqrama müraciət eləyəcək. Yuxarıda təkrarla 2 var və bunun içərisində də gördüyünüz kimi T adındakı funksiyanı verib. Təzədən bir də başlayırıq. Buradan başlayırıq. Bir dənə də kvadrat çəkəcək. Belə bu şəkildə təxminən çəkməyə çalışın. Belə bunun kimi bir şey. Yəni 2 dənə kvadrat, ikincisi 45 dərəcə dönmüş vəziyyətdə olacaq. Bu da olur B variantı. Diqqətli şəkildə baxsaq, əslində bu da çətin olmayan bir tapşırıqdır. Davam edirik. Nömrə 16-ya keçirik. Qraflarla bağlı olan bir tapşırıqdır. Nə soruşur? A təpəsindən G təpəsinə gedən müxtəlif yolların sayını tapın. Və gəlin başlayaq. Hədəf çıxdığımız yer, hərəkətə başlayırıq A-dan. Hara getməliyik? Hədəfimiz də buradır. G-yə gedib çatmalıyıq. Yaxın məntəqələrdən başlayıram. F-dən G-yə getmək üçün bir dənə yolum mövcuddur. Bura yazdım 1. Və indi hara gedək? Gəldik Y-yə. Y-dən G-yə gəlmək üçün yenə bir dənə yolum mövcuddur. Sonra S-dən çıxan 2 dənə xət var, baxın. S-yə fikir verin. Bir dənəsi birbaşa G-yə gedir, bir yol. Bir də Y-yə gəlir. Y-yə də 1 yazmışıq. 1-dən 1-i toplayıb S-yə də yazıram 2.
Yəni C-dən yola çıxsaq 2 dənə yolumuz var. İndi B-yə gəldik. B-dən bir dənə xətt çıxır F-ə. Yəni B, F, C şəklində gedə bilər. Buradan bir dənə yol var. Başqa yazmadığımız nə qaldı? A, C-ni səhv yazmışam. Niyə səhv yazmışam? Baxın, C-dən D-yə gedən də xətt var. Bunu da nəzərə alsaq, onda nə olacaq C-də? C-dən deməli 1, 2, bir də D-yə gedən xətt var. D-dən də xətt Y-yə gedir. Yəni burada 1 yazmalıyam. Burada 1 yazmalıyam. Onda 1, 2, 3. C-dən C-yə yolların sayı olur 3. Hə, hər şeyi yazdıq. AB istiqamətində bir yolumuz var. AF istiqamətində yenə bir yolumuz var, yəni AFC formatında və AC istiqamətində 3 dənə yolumuz var. Beləliklə 3, 2. A-dan C-yə gedən müxtəlif yolların sayı olur 5. Yəni C variantı. Test nömrə 17. 512 512 pikseldən ibarət qrafik təsvirin informasiya həcmi 256 kilobaytdır. Təsvirin palitrasında olan rəng çağrılarının maksimal sayını müəyyən edin. Birinci növbədə təsvirin palitrasında olan rəng çağrıları, bu maksimal say lazım deyil. Onsuz da palitrada olan rəng çağrılarının sayı 2 üstü, məsələn, i-dir, k-dır, n-dir, nədirsə. Deyək, 2 üstü n. Bu şəkildə hesablanır. Maksimal sözünün yazması da olar. Həllə gəldikdə 512 vuraq 512 vuraq hər piksel yaddaşda n bit yer tutur, bərabərdir 256 kilobayt. Bunu da 2 üstü 13-ə vurub buradan n-i tapırıq, sonra 2-nin qüvvətinə yazırıq və salam. Sadə bir tapşırıqdır. Bunun üzərində qalmayacağım və keçirəm nömrə 18-ə. Proqramın nəticəsini müəyyən edin deyir. A informatika, B bərabərdir 11. If len A böyükdür B, B nədir? 11. Len A nədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 böyükdür 11? Yox. Ifin şərti ödənmədi. Onda else düşürük. Else nə deyir? Deyir A-nın 2-yə qədər olan hissəsi 0, 1, 2. 2-yə qədər olan hissəsi. 2-yə qədər olan hissə nədir? I-nı F. Vur 3. Bunu 3-ə vuracaq. I-nı A 2-yə qədər olan hissəsi. I-nı səhv yazdım. 2-yə qədər olan hissəsi 0 və 1 yəni. Olur I-nı və bunu vururuq 3-ə. I-nı, I-nı, I-nı. Bax, belə bir şey alınır. 2-nin özü daxil deyil. 2-yə qədər olan hissə və A variantı, hə? Bəli, olur A variantı. Davam edirik nömrə 19 ilə. Verilmiş HTML koda əsasən web səhifə fraqmenti haqqında doğru fikirləri müəyyən edin. Bir də kodu tam görməliyik, analiz edə bilməkdən ötürü. Ona görə miqyası balacalaşdırdım. Baxaq görək, burada nə var? Deməli, TR birinci sətir, ikinci sətir, üçüncü sətir, dördüncü sətir. Elə 4 dənə sətir və bir dənə sütundan ibarət. Hərəsinin içində bax, bir dənə parametr var. Bir dənə sütundan ibarət bir cədvəldir. Burada A yazılacaq, TH. Burada C yazılacaq. Burada K yazılacaq. Burada M yazılacaq. Buralarda baxın, table data, TD, TD yazıb. Burada TH yazıb. Yəni bu A qalın yazılacaq. Və nə etməliyik biz? Web səhifədə doğru münasibələri, doğru fikirləri seçməliyik. Yaxşı, başlayaq. Doğruları seçək. Yaradılan cədvəldə 6 xana var. Neçə dənə xana var? Əslində 4 xana var. Bu getdi. Yaradılan cədvəlin 3-cü sətrində bir xana var. Bütün sətirlərdə bir xana var. Təbii ki, 3-cü sətirdə də 2 doğrudur. Yaradılan cədvəlin bir sütunu var. 3 doğrudur. Yaradılan cədvəlin 3-cü sətrinin 2-ci xanasında belə bir şey yoxdur axı, 3-cü sətrin 2-ci xanası. Elə hər sətirdə bir dənə xana var. Ona görə bu getdi. Yaradılan cədvəlin ikinci sütununda ikinci sütun, elə bir sütun var axı burada. Bu da getdi. Onda ancaq 2 və 3 oldu, hə cavabımız? 2 və 3. Baxaq variantlara. 2 və 3. A, B, C, D. D variantı. Nömrə 19 idi və keçirik 20 nömrə tapşırığa. Alqoritmin icrası nəticəsində çıxışa verilən ədədi müəyyən edin deyir.
Burada baxaq qeyri-adi bir şey var, yoxdur. Sadəcə diqqətli hesablama aparmalıyıq. Texniki səhv olmasın. N bərabərdir 1, D bərabərdir 1. Nə qədər ki n D-dən 5, D-dən böyükdür. Dövrə düşüb davam edəcəyik. Başladıq. Deməli n 5 idi, 5 böyükdür D-dən 1-dən. Bəli. N-i birdən azaltdıq. 5 idi, oldu 4. D-ni birdən artırdıq. 1 idi, oldu 2. Fırlandıq, gəldik n D-dən, yəni 4 2-dən böyükdür. Bəli. Bunu azaltdıq 3. Və bunu artırdıq, bu da oldu 3. Hal-hazırda ikisi də 3-dür. 3 böyükdür 3, yox. Şərt pozuldu. Yoxla gəlirik. N-i 2 vahid artırdıq. N ən son nə idi? 3 idi. 2 vahid artır, oldu 5. D-ni 1 vahid artır, azalt. D çıx 1-dir. 3 idi, 1 azaltdıq, oldu 2. Deməli, bu 5-dir. Bunu yaxşı yazaq. Bu da 2. Və K bərabərdir N plus D, yəni son qiymətləri topla. Oldu 7 və 7 çap olundu. Alqoritm icrası nəticəsində çıxışa verilən ədədi müəyyən edin. Aldıq 7. Sadəcə 2 ilə dövr elədik, sonra da sadə toplama çıxma əməliyyatları icra olundu. 7 Y variantında var. Keçirik növbəti tapşırığımıza. Yenə 21 nömrəli tapşırıq Python ilə bağlı olan bir sual tipidir. Proqram nəticəsini müəyyən edin. Çətin görsənmir. Baxaq. A bərabərdir 56, C bərabərdir 123 plus setiri A. Deməli, bu 56-nı sətrə çevirir. Yəni, bunu 5, 6 belə sətri kimi yazır və C-nin qiyməti olacaq belə. 1, 2, 3, 5, 6. Bax, belə bir sətr. A bərabərdir C vur 2. Bunu 2-yə vuracaq. 1, 2, 3, 5, 6. 1, 2, 3, 5, 6. Sonra bunu floata çevirir. Floata çevirməsi nə deməkdir ki bunun? Float olanda normalda integer desəydi, bu belə ədədə çevrilərdi birbaşa. Float dediyinə görə yanında bir dənə də 0 olacaq. Yəni, burada da olur cavab A variantı. Təkcə bu floata görə əslində 179 da verib. Nəysə, cavab asanlığından tapmaq olur. Və nömrə 22, keçirik növbəti sualımıza. D2 xanasında verilmiş düsturu Y2 xanasına sürüşdürdükdə hansı düstur alınar? 22-də də çətin bir sual deyil əslində. D2-dən Y-yə. Deməli, A, B, C, D, Y. D2-dən Y2-yə, yəni bir xana sağa sadəcə olaraq sürüşdürüb. Bax, bu C2, bu olacaq D2. D-dən sonraki hərf. Yəni, sağa-sola gedəndə bilirsiniz də, hərflər dəyişir, ədədlər qalır. D-dən sonraki hərf də Y-dir. Bu da olacaq Y2. Qalan şeylərdə olduğu kimi qalır. İndi gəlin cavablarımıza baxaq. Burada D2 düzdür. Buna görə olmaz. Burada Y yazıb olmaz. Burada Y yazıb olmaz. Burada D2 düzdür. Y2 düzdür. D variantında düz görsənir. Burada D2 düzdür. Burada C2 yazıb. Bəli. Cavab olur D variantı. Bundan daha çətinlərini işləmişik. Bu asan sualdır. Nömrə 23-ə gəldik. Bunun da oxşarını işləmişik əslində. Kalkulyator icraçısı yalnız 2 komandanı yerinə yetirə bilir. Kalkulyator icraçısı. Nəysə. 2-yə vur və 1 əlavə et. Girişə verilən 0 ədədi üzərində komandalar ardıcıllığı yerinə yetirilərsə, alınan nəticəni müəyyən edin. Deməli, ilkin ədədimiz budur. 0. İndi 2 komandası əgər icra olunursa, 2 komandası nədir? İkinci komanda 1 əlavə et. Alacaq 1. Sonra 1 komandası icra olunur. 1 komandası 2-yə vurmaqdır. Bunu vuracaq 2-yə, alacaq 2. Sonra təzədən 2 komandası icra olunur. Yəni 1 əlavə et. Buradan alacaq 3. Sonra baxın 2-yə vur, 2-yə vur, 2-yə vur. 3 dənə 1 yazıb. 1 komandası 2-yə vurmaqdır. Birinci dəfə bunu 2-yə vuranda 3 vur 2, 6, sonra 12, sonra 24. Bax, bu 3 dənə komandadan sonra 24 alırıq. Sonra yenə 2 gəlir. İkinci komanda 1 əlavə etdir. Buradan alırıq 25. Sonra 1 gəlir. 1 nədir? 2-yə vurmaqdır. Alırıq 50. Bu da nömrə 23. Ən son qiymətimiz oldu 50. Yəni Y variantı. Çətin deyil, amma diqqət tələb edən bir sualdır. Və gəldik 24 nömrəli tapşırığa. Əlifbanın gücü 4096, yəni hər bir simvol yaddaşda. 4096 nədir? 212. 12 bit yer tutur. Bu əlifbanın simvolları vasitəsilə yazılan mətnin informasiya həcmi 3 kilobayt olarsa, mətnin neçə simvol olduğunu müəyyən edin. Mətndə x simvol var, vurulsun 12 bit yazıram. Bərabərdir 3 vuraq, 2 üstü 13. Sağ tərəfdə bitə çevirdim. Bundan sonra da x-i tapmağınız
Yetərlidir. Buradan 3-ə bölün hər tərəfi olsun 4. X bərabərdir. Bunu da 4-ə bölən nə olur? 2 üstü 11, hə? 1024, 2048 tapırıq. Sürətlə hesabladım. Ümid edirəm ki, səhv olmaz. Cavab burada olmalıdır. D variantı. Gəldik növbəti tapşırığımıza. Növbəti tapşırığımız 25 nömrəli tapşırıqdır. Proqramın nəticəsini müəyyən edin. Biraz bunun miqyasını artırmağa çalışım. Daha rahat görəsiz deyə. İndi baxaq. A bərabərdir list. Bu sətir tipli gördüyünüz kimi ifadəni siyahıya çevirir. Bunu buradan yazacağım. A bərabərdir 1, 3, 5, 7, 9. Bax, belə bir siyahı alırıq tək ədədlərdən ibarət. Təbii ki, nə olacaq burada? Hər biri sətir tipli element şəklində olacaq. Və for i in A daxil oluruq A siyahısına. Əgər integerə çevirir, 2-yə böləndə qalıq 0-dırsa, hə, elif və else. Yaxşı, başladıq. Qələmin rəngini dəyişəcəm. İlk olaraq 1-i götürürük. 1-i götürürük və 1 2-yə cütdürmü? Deyil. 3-ə bölünürmü? Xeyr. If, elif, else-dir. Onda gəlirik bura və bu 1-ə görə 3 dənə ulduz çap olunur. 1-ə baxdıq. Sonra növbəti qiymətimiz 3-dür. 3-də bax, bu elifin şərti ödənəcək. Elifin şərti ödəndiyinə görə bir dənə buradan no çap olunacaq. End var deyə yanbayan bir sətirdə çap olunurlar. Sonra gələcək 5. 5 2-yə bölünür? Yox. 3-ə bölünür? Yox. Else düşəcək. Yenə 3 dənə ulduz çap olunacaq. Belə. Və gəlirik 7-yə. 7 cütdür? Yox. 3-ə bölünür? Yox. Yenə 7 üçün də else düşəcək. Yenə 3 dənə ulduz çap olunacaq. Və nəhayət gəldik 9-a. 9 ifin şərtini ödəyirmi? Yox. Yenə elfə gəlirik. 9 3-ə bölünür. Elfin şərti ödənir. Bir dənə də buradan yenə no çap olunur. Yəni yes ümumiyyətlə çap oluna bilmədi. Çünki niyə çap olunmadı? Çünki burada cüt bir element mövcud deyil. İndi variantlara baxaq. 3 ulduz no, 3 ulduz, 3 ulduz, yəni 6 ulduz, təzədən bir dənə də no olmalıdır. Bu da A variantı olur. Nömrə 25. Çətindir deyə bilmərəm, amma diqqət tələb eləyir. Yəni çox diqqətli şəkildə baxmalısınız. Gəldik növbəti tapşırığımıza. Monitor sözü Sezar üsulu ilə şifrələnərək sözü ilə əvəz olunmuşdur. Alınmış şifr üçün K ədədini müəyyən edin. Yəni neçə simvol sağa sürüşməklə şifrələmə aparmışıq, bunu soruşur. Bunu sadəcə bir hərfi ilə siz müəyyənləşdirə bilərsiniz əslində. M hərfinin Q hərfinə gəlməsi bizə lazımdır. M buradadır. Bax, belə sayıram. 1, 2, 3, 4. K bərabərdir 4 olanda M hərfi Q hərfinə keçir. İstəyirsinizsə, misal üçün bir dənə də başqasını yoxlayaq. Məsələn, R hərfini də yoxlayaq. O da V hərfinə gəlməlidir. R hərfi buradadır. 1, 2, 3, 4. Bəli. Yenə 4 ilə yoxlayanda alınır. Hər ehtimala qarşı ikinci variantı, ikinci bir hərfi yoxlamaq istədim. Oldu cavabımız B variantı. Bu da sadə bir tapşırıqdır. Və 27. 27-nin üzərində qalmayacağım asan sual olduğuna görə ASC əlifbasına kodlaşdırıldığını bilərək uyğunluğu müəyyən edin. Yəni sadəcə belə deyirsiniz. Bax, 3-ün üstündə göstərim. Disk 4 hərfdən ibarətdir. Yəni bu 4 byte və ya 4 vur 8, 32 bitə bərabərdir. O birisləri də eyni formada çevirib uyğunlaşdırmaq lazımdır. Davam edirik. Keçirik növbəti tapşırığa. 28 nömrəli tapşırıqdır bu. Verilmiş URL ünvan hissələrinin doğru ardıcıllığını müəyyən edin. Buna aid də suallar işləmişik. Kahootda da bununla bağlı nümunələr işləmişik. Deməli, HTTP-dən sonra 2 ilə başlayacaq. Bundan sonra 2 nöqtə və 2 ilə slash gəlməlidir. Yəni 4 ilə davam eləməliyik. 2, 4. İstəyirsiniz bir dənə burada dayanaq. Baxaq görək 2, 4-dən başlayan neçə dənə variantımız var. 2, 4-dən başlayan, hə, elə bir dənə variantımız var. Yaxşı. Bundan sonra 3W və saytın adı gələcək. 3 nömrə gələcək, düzdürmü? Düzdür. Və foto JPEG, hə, bir dənə slash yazırıq. Sonra 5 və ən axırda da uzantısı olan hissə gəlir. Belə. Elə 2 və 4-ü tapanda alınır. Ona görə bunu da çox asan bir sual olaraq müəyyənləşdirə bilərik. Və 29 ilə davam edirik. Proqramın icrası zamanı girişə daxil edilərsə nəticəni müəyyən edin deyir. Miqyası biraz azaltmaq istəyirəm. Gəlin, baxaq, bunun bir məntiqini tapmağa çalışaq. Belə bir şey daxil olunur və
Def var burada. Def nə edir? Lower. Kiçik hərfə çevirir. Yəni biz hansı simvolu, hansı hərfi buna göndərsək, onu kiçik hərf edəcək. Upper böyük hərf, lower olanda kiçik hərfə çevirir. Və input bunu daxil elədik. Y boş bir sətirdir. For i in rent len is. Gəlir bunları indeksə əsasən buradakı simvolları bir-bir götürür. If SI in 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni deyir ki, götürdüyün element burada varsa, yəni başqa bir sözlə desək, rəqəmdirsə, rəqəmdirsə, rəqəmdirsə y bərabərdir y plus str integer si kvadratını. Yəni misal üçün bax burada ilk rəqəmimiz nədir? 7. 7-nin kvadratını tapacaq 49 olaraq y-in üstünə əlavə eləyəcək str eləyərək. Yəni 7-nin kvadratı yüksəldəcək, tapacaq 49-u, sonra 49-u baxın ön tərəfdə string var. String eləyib y-ə toplayacaq. Y-də sətirdir də, məqsəd birləşdirməkdir bunları. Və gəldik növbəti hissəyə. Else, əks halda, yəni rəqəm deyilsə. Rəqəm deyilsə nə var yerdə? Hərflər var. Hərfləri kiçik hərfə çevirib toplayacaq. Onda bunu yazmağa çalışaq. A, kiçik A, S, 7-nin yerinə 49, sonra DF, 8-in yerinə 64, 9-un yerinə 81, belə gedəcək. Ən axırda da 3 var, 3-ün yerinə də 9. Bir dənə burada dayanıb belə cavabı tapmağa çalışacağam. Görək cavab bundan alınırmı? A-sı 49, axırda 9 olmalıdır. A-sı 49, D-fi yox, tapa bilmədik. Onda bundan əvvəldə 1 var da, hə? 3-ün kvadratı 9, bundan əvvəldə 1 var. Birdən də belə baxaq. Aşağıya doğru gələk. Siz bütün hamısını yaza bilərsiniz, yəni dəqiq olsun deyə. Bax, bunu çıxdıq, bunu çıxdıq, bunu çıxdıq, qaldıq 2 dənə variantın arasında. Burada 6, bax 9-dan əvvəl 6 var. Ona görə bu yanlışdır, elə qalır. Y variantı. Y variantında yazdığımız hissələri yoxlayaq. A-sı 49, D-fi 64, 81. A-sı 49, D-fi 64, 81. Axırda 1-9 ilə bitməlidir. 1-9, bəli. Doğrudur. Yəni, qısacası bu nə edir? Daxil edilmiş hissəni bir-bir götürür, hərfləri, simvolları bir-bir götürür. Əgər hərfdirsə kiçik hərfə çevirir. Bu zaman təbii ki, buradakı funksiyadan istifadə edir. Əgər rəqəm simvoludursa, burada bunu yoxlayır, o zaman onu kvadrata yüksəldir. Bunu əvvəlkilərə görə biraz çətin hesab eləmək olar və gəldik 30. 30 nə soruşur? Disjunksiya məntiqi əməlinin doğruluq cədvəlini müəyyən edin. Burada bir doğru, 0 yalan mülasibəsidir. Hə, sadəcə cədvəli tapmalıyıq. Buna aid testlər işləmişik. Bu da asan testdir. Yəni OR cədvəlini tapacağıq burada. Hansı olur OR cədvəli? 0-0 olanda 0, yerdə qalan hallarda 1, bəli, olur. B variantı. Nömrə 30 idi. Davam edirik. Nömrə 31. Uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Deməli, yalnız sətirlərə tətbiq olunan metodlar, yalnız siyahılara tətbiq olunan metodlar, sətir və siyahıların hər ikisinə tətbiq olunan metodlar. Baxırıq. A. Split komandası. Split komandasının funksiyası nədir? Sətri siyahıya çevirmək. Sətri siyahıya çeviririk. Yəni, sətrə tətbiq olunur. A-nı yazdıq bura. Gəldik B-yə. Count, saymaq. Count vasitəsilə sətrin içərisində olan hər hansı bir hərfi də saya bilərik biz. Hər hansı bir hərfi və ya siyahdakı hər hansı bir elementi. Testlərdə bunu eləmişik artıq, çox görmüsünüz bunları. Onda deməli count getdi bura. Insert. Insert'ün funksiyası nə idi? Siyahıya element əlavə etmək. Siyahıya element əlavə etmək. Onda yalnız siyahılara tətbiq olunur. C gəldi bura. Sonra gəldik reverse. Reverse'ın funksiyası nə idi? Deyirik ki, reverse siyahını tərsinə düzür. Bu nədir? D. Gəldi bura. Və capitalize nə edir? Sətrin birinci simvolunu böyük yazır. Sətrin. Bu da sətrə tətbiq olunur. Yəni, Y də gəldi bura. Beləliklə, 1-ə A və Y, 2-yə C və D və 3-ə B uyğundur. 1-ə A, Y, C, D və B. Cavabı tapaq. A, Y.
AY burada var. Başqa yoxdur. C, C, D, B. Düz oldu. Olur C variantı. Maraqlı bir sualdır, amma bu belə deyim, daha çox praktika ilə bağlıdır. Yəni bunu kimlər yaxşı yazır? Kimlər ki Python-dan daha çox işləyib, test yazıb, praktika eləyib, müxtəlif kodları yazıb yoxlayıb, onlar üçün asan bir sualdır. 32 yenə Python-dan bağlı olan bir tapşırıqdır. Miqyası da biraz artırdım. Gəlin baxaq bunun həllinə. A bərabərdir 12, B bərabər 4, K bərabər 0, for i in range 0, integer. Bunu bir dənə hesablayaq. A bölünsün B. A nədir? 12. B nədir? 4 vurulsun 3. Nə edir? 9 edir, hə? 9 edir. Bir dənə baxaq. A 12 bölünsün B. 4 vurulsun 3. 3 vur 3 9. Bəli. Deməli, burada olacaq 9. Beləliklə də i-nin aldığı qiymətlər nə olur? Olur 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. 9 yox. 8. Ən son qiymət 8. K bərabərdir K plus A. K bərabərdir K plus 1 vur 2. Bu nə deməkdir ki? 1 vur 2. Yəni yaz bunu 2 ilə. Yəni K bərabərdir K plus 2. Niyə belə bir şey yazıblar? 1 vur 2. Nə bilim, nəysə, yəqin bəlkə də biri i-yə bənzədərik, səhv eləyərik, belə bir şey fikirləşib yazıblar. Nəysə, qısaca burada neçə dənə dövrümüz var? Burada 0-dan başlayır. Bu arada 0 yazmağı yaddan çıxartmışam. Burada 9 dənə dövr var. Onda belə çıxır ki, mən 9 dəfə k-nın qiyməti nədir? Plus 2, plus 2, plus 2 və s. plus 2. 9 dəfə bunu gəlməliyəm. Yəni 18 gəlməliyəm də k-nın üstünə. K qısacası olacaq 18. Yəni 9 dəfə k-nın üstünə bu ifadəni gəlirəm. Yenə bunu başa düşmədim. Yəni 1 vur 2-ni niyə yazıblar? Elə 1 vur 2 onsuz da 2-dir. Tək ağlıma gələn variant metod budur ki, böyük ehtimal ki, bu 1-i i ilə bəlkə qarışdırarıq, belə fikirləşiblər. Ki, əgər i ilə qarışdırası olsaq, məsələn, ən sonuncu qiymət nədir? 8. 8 vur 2, 16. Yəni burada o qədər böyük bir ədəd yoxdur. Yəni 16, ondan əvvəl 14, bunları toplamaq olacaq. Nəysə, önəmli deyil. Xoşuma gəlmədi, amma asanlıqla həll olunan bir sual tipidir. Davam edirik. Nömrə 33. Rabitə kanalı ilə informasiya həcmi 256 kilobayt olan qrafik təsvir ötürülür. Ötürülmə sürəti 128 saniyə olarsa, kanalın ötürücülük qabiliyyətini kilobit böl saniyə ilə müəyyən edin. Bunu belə yazırıq da, deyirik ki, 256 kilobayt bölünsün x. Gəlin belə eləyək, kilobayt eləyək, sonra 8-ə vurub kilobitə çevirərik onu. 8-ə vurub kilobitə rahatlıqla çevirmək olar. Bərabərdir 128. Yəni sürəti aşağıda yazdım, amma kilobayt olaraq fikirləşdim, yazdım. İndi 256-nı nəyə bölsəm 128 alınır? 2-yə bölsəm. X bərabərdir 2 kilobayt böl saniyə aldıq. Amma kilobit böl saniyə ilə dediyinə görə nə olacaq? 2 vur 8. 16 kilobit böl saniyə. Belə. Bu da işlədiyimiz sual tiplərindəndir. Çox asandır. Cavab oldu nə? 16. A variantı. 34. Girişə verilən ixtiyari x tam ədədi üçünün aşağıdakı funksiyanın qiymətinin hesablanması alqoritmi hansı növə aiddir? Xəttidir bu. Niyə xətti alqoritimdir? İlk öncə bunu müəyyənləşdirək. Burada gördüyünüz kimi 5 aşağıda da 3 plus x kvadratı yazıb. Bundan işləmişik əslində biz. Yəni bunun xətti olma səbəbi nədir? Bax, burada x-ə mənfi də versəz çevrilir, müsbət olur. Əgər kəsr varsa biz nəyə diqqət edirik? Kəsrin aşağısında, yəni məxrəcində 0 alınmasın. Burada sıfırın alınması üçün x kvadratı mənfi 3 olmalıdır. Belə bir şey də mümkün deyil. Ona görə heç bir şey yoxlamağımıza ehtiyac yoxdur. Təkrarlanma da yoxdur. Və cavabımız olur xətti. Bu da çox sadə və belə deyək də populyar bir sual tipidir. Çox gördüyümüz sual tiplərindən biridir. Nömrə 35. Nömrə 35. Bu sualın da oxşarını işləmişik. Cədvəldə faylların adları və onların informasiya həcmləri verilmişdir. Bu faylların 4 kilobaytlıq klasterə malik diskdə saxlandığını nəzərə alaraq burası önəmlidir. Video fayllarının diskdəki həcmini kilobaytla hesablayın. Gəlin video fayllarını tapaq. AV var burada, bir də FLV var burada.
Və salam, başqa bir video faylımız yoxdur. XLS bu Excel faylıdır, BMP şəkil faylıdır, WAV səs faylıdır. İndi 4 kilobaytlıq klasterlərdə yerləşirlərsə, bax 129 4-ə bölünürmü? Yox. Yaxşı, bunun üçün ayrılan sahə 129-dan böyük 4-ə bölünən 132. Sonra hansıdır? Bir də 197. 4-ə bölünür? Yox. Bundan böyük 4-ə bölünən 200. Bütün video fayllarının diskdəki həcmlərini kilobaytla müəyyən edin. Yəqin ki, cəmini demək istəyir də, hə? Bunları topladıq, 332 alırıq. 200 plus 132. 332 Y variantı. Və davam edirik. Nömrə 36. Onluq sayı sisteminə verilmiş ədədinin 16 nə? 16 sayı sisteminə verilmiş ədədini onluq sayı sistemində yazın. 1F6. Təbii ki, hesablamayacağım bunu. 1 vurulsun 16-nın kvadratı. F nədir? 15 vurulsun 16 üstü 1 üstəgəl. 6 vur 16 üstü 0. Bunu hesablamaq lazımdır sadəcə olaraq. Və davam edirik. Verilmiş mətn fraqmentinə tətbiq olunan formatlama əməliyyatlarını müəyyən edin. Yaxşı. Burada ilk öncə belə eləyək. Buradan bir dənə xətt çəkim ki, daha rahat görəsiniz. Bax, burada sağa görə düzləndirmə var. Sağa görə düzləndirmə. Sonra bu informasiya texnologiyalarında rəng dəyişmə edib, yoxsa effektlər də var Word-də. Effektlər verəndə də tekst effektləri var. Belə bir görüntü var. Rəng variantlarda rəng görürəm ancaq. Nəysə, olsun rəng. Sonra burada kursiv yazılış var, italik. Başqa bir şey varmı? Yoxdur. Hə, variantlarda da 300 verib onsuz da. Onda bunları birləşdirək. Rəngini dəyişib, kursiv yazıb və sağa düzləndirmə. Sağa düzləndirmə, rəng A variantıdır elə. Sağa düzləndirmə, rəng dəyişmə və kursiv yazılış. Nömrə 37 idi. Davam edirik. 38. Verilənlər bazası fraqmentinə əsasən sorğusu nəticəsində tapılan yazıların ümumi sayını müəyyən edin, deyir. Asandır. İnformatika bərabərdir 85. Bir dənə buradan tapdıq. Ortada OR var. Diqqət eləyin. Riyaziyyat böyükdür. 90, 91 və 95 var. OR dediyinə görə bax 1, 2 və 4-ü götürürük. Tapılan yazıların sayı. Tapılan yazıların sayı neçədən oldu? 3 dənə oldu. 3 dənə. Yəni C variantı. Davam edirik. Nömrə 39. Verilənlər bazası cədvəlində adları Ayan, Arzu, alim olan əməkdaşları müəyyən etmək tələb olunursa, cədvələ tətbiq olunan sorğu necə olmalıdır? Bunlar üçün ortaq xüsusiyyət nədir? Üçünün əsas ortaq xüsusiyyəti A hərfi ilə başlamaları. 4 hərf, 4 hərf, 4 hərf. Bunu belə də yaza bilərəm. A, 1, 2, 3. Belə də yaza bilərəm. Yəni birincisi A ilə başlayır, davamını bilmirəm anlamına gəlir. İkincisi isə A ilə başlayır, sonra 3 dənə simvol var. Hamısını ödəyir də, düzdür? 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. Hə, hamısını ödəyir. Yəni bunlardan hər hansı birini tətbiq edə bilərsiniz. İlk ağla gələnlər bunlardır. Elə A variantında bax bunu verib. Cavab olur A variantı. Və nömrə 40. Yenə Python. Proqram nəticəsini müəyyən edin. Def var burada, listə çevirir, sıfırları sayır. Sıfırların sayı böyükdür 0. Hə, 0 varsa remove 0 deyir. Və return integer join A. Yaxşı, gəlin bunu bir müəyyənləşdirməyə çalışaq. Bax, for in range 0 len s. S0 bərabərdir. Bu 12040-ı götürür, göndərir funksiyaya. 12040-ı götürür, 12040. Siyahıya çeviririk ilk öncə. Siyahıya çevirək. Belə. Bunların hamısı sətir tipli olacaq təbii ki. Sonra gəlir burada sıfırları sayır. Neçə dənə sıfır var? 2 dənə. T böyükdür 0. Yəni bunun içində 0 varmı demək istəyir? 0 var. O zaman deyir ki, 0-ı sil. Amma 2 dənə 0 var da hansını siləcək? Remove komandası necə işləyirdi? İlk qarşısına çıxan 0-ı silirdi. İlk qarşısına çıxan 0-ı silir. Sonra birləşdirir bunları. 1, 2, 4, 0 şəklində və ədədə çevirir. Hə. Deməli, bax, burada belə bir şey olacaq. S0
bərabərdir 1240. Yəni S0-ın yerinə 1240 yazılır. Qısaca indi sadələşdirirəm. Bu yuxarıdakı def funksiyası nə iş görür? Əgər ədədin içərisində 0 varsa, 0 rəqəmi varsa, birinci 0-ı silir və təzədən aparır yerinə qoyur. Yəni sadəcə belə olacaq. Bax, buradan bu 0 gedəcək. Buradan bu 0 gedəcək. Bunun bu 0 gedəcək. Buradan bu gedəcək. Buradan bu, buradan da bu. Və qalacaq 1240. Sonra 1, sonra 607, sonra 23, sonra buradan qalacaq 10, buradan da qalacaq 220. İndi bunu tapaq. Axır 220 olan nə fərqləri var bunların? Bir dənə baxaq. Fərq görmədim. Hə, fərq var. Burada sətir tipli verib. Hə, burada integerə çevirib əlavə eləyirik axı. Burada dırnaqda yazıb, sətir deyil. Demək cavabımız A variantıdır. Belə. Bunda müəyyən qədər çətin hesab eləmək olar, amma heç olmasa bir dənə ədədin üzərində işləsəz, kodu oxuya bilsəz, kodu oxumaq burada önəmlidir. Kodu oxuya bilsəz, asanlıqla yazacaqsınız tapşırığı. Nömrə 41 növbəti sualımız. 41 doğru münasibələri seçin. Deməli, home and xidməti klavişlərdir. Home and kursorun idarə olunması klavişlərdir. Bu yanlışdır. Biz doğruları axtarırıq. F1, F12 funksional klavişlərdir. Hələ ki 2 doğrudur. Backspace kursordan sağa silən delete'dir. Olan simvolu silmək üçündür. Soldakını silir. Bu da getdi. 3 də getdi. Sonra page-up, page-down kursorunu idarə edən klavişlərdir. Hə, bu doğrudur. 4 doğrudur. 2, 4. Baxın görə 2, 4-dən cavab çıxır. 2, 4. Hə, cavab çıxır. Amma baxaq yenə də delete kursordan sağda olan simvolu silmək üçündür. Doğrudur. 2, 4, 5. 2, 4, 5 oldu C variantı. Bu da sadə bir sual idi və 42-yə gəldik. 42 nə deyir? Alqoritm icrasından sonra y dəyişənin son qiymətini müəyyən edin. Bunu əslində hesablamaq istəmirəm. Çox sadə görsənir. Deməli, 13, y42-dir, C bərabərdir, x-dir, yəni C oldu. 13, buradan x bərabərdir, y böl 2 oldu 21, x oldu 21. Köhnə üstündən xətt çəkirəm ki, qarışmasın. Və sonra gəldik bura, y bərabərdir, C. 13 çıxılsın y. Y qardadır. 42. Üstəgəl x, x-in son qiyməti budur. Üstəgəl 21. Deməli, 13 çıxılsın. Bu ikisindən mənfi 21 alınır da, düzdür? 21. 12 nə yazdım bura? 13. Belə bir şey almış oluruq. Buradan da yekun nəticəmiz mənfi 8 olur. Mənfi 8. Mənfi 8 D variantında var. Nömrə 42 idi. Keçirik növbəti tapşırığımıza. Növbəti tapşırığımız 43 nömrəli tapşırıqdır. Excel ilə bağlı bir sualdır. Elektron cədvəl fraqmenti verilmişdir. B1 xanasında hansı müsbət tam ədəd yazılmalıdır ki, A2, S2 diapazonuna əsasən qurulmuş diaqram şəkildəki kimi olsun. Yaxşı, bura bir dənə x yazıram. Burada diqqət edin, 42, 86, 42, 86 bu iki dilim bir-birinə bərabərdir. Bax, bunun nəticəsi, sadə əqrəbi qaydası, bunun nəticəsi buradadır və ortadakı nəticəsi bu 14, 49-dur və bunun nəticəsi də gəlir düşür bura, növbəti dilimə. Yəni, onda bu ikisi bir-birinə bərabər olmalıdır. Bu ikisi bir-birinə bərabər olmalıdır. İndi hər şeyi silirəm, bura x yazıram, deməli bu və bu ifadələrin qiyməti bərabərdir. İndi bu bərabərliyi yazıb baxacam, görək belə cavab ala bilirəm, yoxsa yox. C1. C1-də var 6. Çıxılsın A1. A1-də var 3. Bura olur 3. X-dən asılı olmadan birbaşa alındı 3. Demək ki, burada 3-dür. Yəni, bu ifadə də 3-dür. A1. 3. Üstəgəl B2. X. Çıx 1. A. B2. B2 X deyil. B2 budur. Yaxşı, B2-ni hesablayaq. B2, B1 çıx A1. B1. X.
Çıx A1. 3 bölü 2. B2 budur. İndi gəlin bunu yazaq. A1. A1'də var 3. Üstə gəl B2. B2'də də bunu yazdım. X çıx 3 bölü 2 çıx 1 bərabərdir 3 olmalıdır. Niyə 3 olmalıdır? Bayaq dediyim kimi bundan bu bir-birinə bərabərdir. Bu iki dilin bərabər olduğuna görə. İndi bu tənliyi həll eləyəsi olsa cavab alınmalıdır. Bunu 3'ləri buradan aparaq. Deməli alınsın. X çıx 3 bölü 2 bərabərdir 1. X çıx 3 bərabərdir 2'ni vurduq bura. 2, X bərabərdir 5 aldıq. Belə. Cavabımız 5'dir. Yəqin ki, variantda var. Baxacağım variantlara. 5'i yadda saxlayın. Və bir dənə hər şeyi silib təzədən deyirəm. Baxın, bu 42,86, 42,86. Deyə bilərsiniz ki, sınağın orijinalında bu 42,86 deyildi, 43 idi. Orada yuvarlaqlaşdırma eləyiblər ki, eləmələri düzgün deyil. Elə olanda bu məsələ səhv olur əslində. Yuvarlaqlaşdırma olmaz Excel düsturlarında. Çünki bunu tənasüblə də həll eləmək olur. Burada 43 yazanda tənasüblə həll eləyəndə 5'ə yaxın bir ədəd çıxır, amma 5 alınmır. Yəni ona görə gərək ki, bu tip suallarda bu faizləri dəqiq olaraq versinlər. Nəysə, yəni qısaca belə elədik. Dedik ki, bu iki dənə dilin bir-birinə bərabər olduğuna görə bu və bu bir-birinə bərabər olmalıdır. Sonra da sadə bir tənlik yazdıq və həmin tənliyi həll elədik. Bunların oxşarlarını da işləmişdik. 42 nə tapdıq cavabı? 5 tapdıq, hə? 42 nə idi? 43. 43, 5 var. D variantında var. Və gəldik 44-ə. Bax, görək nə deyir bu? Hesablayın. 4 megabayt. Cavabı kilobaytla istəyir. Yaxşı, elə birbaşa. Deməli, 4 megabayt. Bunu kilobaytına tər çevirəcəm. 4 vuraq. 1024. 4 vuraq 1024. Bir də bunun 25 baytı var. Plus 25 bayt. Bu kilobayt oldu. Nəysə. Hamısını ölçü vahidin yazaq yanına ki, qarışmasın. 4 vuraq 1024. Buna yazdım kilobayt. Üstə gəl 25. Buna qısaca yazdım bayt. Üstə gəl 512. Elə olduğu kimi qalsın. 512 kilobayt. Üstə gəl 35 bayt. Çıxılsın 480 bit. Bunu da bayta çevirək. Nətər çevirəcək? Bayta böləcək 8-ə. Nə olur? 60 olur. 60 bayt. Bərabərdir. İndi qələmin rəngini dəyişirəm. Bir dənə baxın buna. Bu 25 bayt. Bu da 35 bayt. Bunları toplayan nə eləyir? 60. Bax bu, bu və bu. Bunlar gedirlər. Bu olur 4096. Üstə gəl 512. Başqa bir şey var burada? Yoxdur. Onda burada olur 8, burada olur 0, 6. 4608 aldıq. 4608. O da B variantındadır. 45 informasiyanın xassələrini seçin. Bunu ötürəcəm. Deməli, aktuallıq xassədir. Sonra obyektivlik xassədir. Bir də etibarlıq. İnformasiyanın xassələri, alqoritmin xassələri ilə qarışdırmayın. Nə oldu? Nə tapdıq? 1, 4, aktuallıq, obyektivlik, 1, 3, 4. Etibarlıq, 1, 3, 4. Bu əslində məşhur bir sual tipidir. İnformasiyanın xassələri ilə alqoritmin xassələrini qarışdırıb bir çox hallarda verirlər. Yəni, burada diqqətli olmalısınız. Nəzər etsəniz, gərək ki, yaxşı olsun ki, burada bir qarışıqlıq olmasın. Nömrə 46 axtarış sisteminə tətbiq olunan sorğular nəticəsində tapılan veb səhifələrin sayı arasında doğru münasibəti müəyyən edin, deyir. Deməli, bax, bunu belə fikirləşin də, 3 dənə ayrı-ayrı, tutaq ki, server, fayl, protokol yazdım. Bax, OR veribsə bizə, bunların hamısından söhbət gedir. Demək ki, ən böyükləri budur. Ən böyükləri budur. Bir hamısından böyükdür. Belə. Üçünün əndini veribsə, üçünün əndi, bax, bu balaca olan hissədir, bura. Üçünün orta olan hissəsi. Bu da hamısından kiçikdir. Onda 3, 7 ən axıra. Bax, server, end, file, or. Bir dənə end, bir dənə or varsa, yəni, misal üçün, server və failin, tutaq ki, server budur, fail budur. Bunun ortağı, ortaq hissəsi, or protokol. Bir də bu protokol. Bax, bu da 2 ilə gəlib düşəcək bura.
Belələyən belə bir əlaqə almış oluruq. Ən böyükləri 1, ən kiçikləri 3, 2 də ortancıl olur. Yəni burada cavabımız A variantıdır. Əgər yaddan çıxsa ya da bunu çox vaxt Eylerveni çəkmədən də yazırlar. Amma dəqiq əmin olmaqdan ötürü və ya məntiqini başa düşməkdən ötürü Eylerveni çəkə bilərsiniz və ya gözünüzün qarşısına gətirib elə onun üzərindən baxa bilərsiniz, müəyyənləşdirə bilərsiniz. Biraz balacalaşdırım miqyası və keçək 47 nömrəli tapşırığa. 47 nömrəli tapşırıq da Python-la bağlı olan bir tapşırıqdır. Proqramın icrası zamanı girişə daxil edilərsə nəticəni müəyyən edin. İlk öncə burada diqqət eləyin. Ədədi daxil eləyən kimi elə modulunu alır. Yəni bu mənfini yığışdırdıq buradan. For i in range 5, aşağıda k bərabərdir, k bölünsün 10. Burada 5 dənə dövr olacaq. İndi baxın, ədədi 10-a bölürüksə, tam bölürüksə, bax bu 1.234.281-dir. Bunu 10-a böləndə bu 1 gedəcək. Və 5 dəfə elədiyimə görə 5 dənə rəqəm buradan gedəcək. 1, 2, 3, 4, 5. Və dövrün sonunda 5 dövrdən sonra k bərabərdir 12 qalacaq. K bərabərdir 12. Dövr bitir. Dövr bitəndən sonra 12 vurulsun 10-dan alırıq. 120 və 120 çap olunur. İndi baxın, bizi burada çaşdırmaq üçün integer olaraq da, float olaraq da verib. Bayaq demişdim əvvəlki sualda. Adi riyaziyyatda olan k böl 10. Belə bir bölmə olsaydı, bunun nəticəsi float olardı. Amma tam bölmənin nəticəsi, onsuz da adında tam sözü var. Tam ədəd olur. Yəni sıfır olmayan variantı götürməlisiniz. Integer formatını götürməlisiniz. 47 oldu Y variantı və davam edirik. Nömrə 48. Nömrə 48 say sistemləri ilə bağlı olan tapşırıqdır. Bu da yenə işlədiyimiz sual tiplərindəndir. Onluq say sistemində verilmiş aşağıdakı ifadənin nəticəsini 8-lik say sistemində təsvir etdikdə alınan ədədin rəqəmləri cəmini hesablayın və nəticəni 8-lik say sistemində yazın. Aldığımız nəticəni də təzədən 8-lik say sisteminə çevirməliyik, yəni diqqətli olmalısınız. Deməli, onluq say sistemidir. 8-lik say sistemi. 8-lik say sistemini təsvir etdikdə. İndi bunu 8-liyə çevirmək üçün fikirləşməliyik. Necə yazaq? Deməli, 16 üstü 10. Bunu 2 üstü 4-ün üstündə 10 kimi fikirləşin. 4-ü 10-a vuranda 2 üstü 40 aldıq. Üstə gəl. 32. 2 üstü 5-in üstündə 8. Bu da 2 üstü 40 olur. Bu da 2 üstü 40. Bir dənə baxaq təzədən. Bəlkə nəyəsə diqqətdən qaçırdım. Deməli, 4 vur 10. Bu da 5 vur 8. Hə, olsun. Üstə gəl. 14. İndi baxın, bundan sonrası 2 üstü 40 plus 2 üstü 40. Bunu belə fikirləşin də. A üstə gəl, A bərabərdir 2A yazmırıq. Bunun için bir şeydir. 2 üstü 40 üstə gəl 2 üstü 40. 2 dənə 2 üstü 40 olur. O da 2 üstü 41 deməkdir. Və belə bir şey alırıq. 2 üstü 41 plus 14. Bundan sonrası qələmin rəngini dəyişirəm. Bundan sonrası standart hesablamadır. Bax, biz bunları necə çevirirdik? 2 üstü 41. 8-liyə çeviririksə, ilk öncə fikirləşirik ki, bu 41 3-ə bölünürmü? Bölünmür. Yaxşı, buna yaxın nə var 3-ə bölünən? 39 var. Bunu 2 üstü 2 vuraq, 2 üstü 39 kimi fikirləşirəm. 2 üstü 2 nədir? 4. 4 vuraq, 2 üstü 39. İndi deməli, bu necə olacaq? 4-dən başlayacaq. Bu birinci vurulmuş ilk rəqəmi göstərir. 39 bölünsün 3. Yəni da 13 dənə 0 gələcək. 1, 2, 3, 4, 5, 6. Yazmağa ehtiyac yoxdur. Əslində 7, 8, 9, 10, 11, 12, 13. Bunların hamısını yazmağa ehtiyac yoxdur. Deməli, bunu mən 8-liyə çevirdim. Bir də bu var da, 14 var. 14-də belə deyirəm də, adi. 14 böl 8, 1, 8 çıxanda 6, tərsdən yazıram, 1, 6 olur. 1, 6. Bunları da toplayası olsaq 6, 6-a, 8-likdə, bax, burada 1, burada 6 yaranacaq. İndi bunun rəqəmləri cəmini hesablayın deyir. Rəqəmləri cəmini hesablayın, amma cavabı da 8-likdə istəyir təzdən. Yəni, mümkün qədər qarışdırıblar ki, səhv eləmə ehtimalımızı artırsınlar. Deməli, 6 ilə 4, 10, 11. Rəqəmləri cəmi 11-dir. Hətta bax, götürüb 11-i də buraya yazıb. 11 bölünsün 8, 1, 8-i çıx buradan. Nə qalır orada? 3, tərsdən yaz, olsun 1, 3. Belə. 1, 3. B variantı. Çətindirmi? Elə də yox. Qarışıqdırmı? Hə. Elə bir ki, konkret məqsəd mümkün qədər çaşdırmağı
elə bil təmin eləməkdir ki, cümlələri dəyişdiriblər, axırda cavabı təzədən 8-likdə istəyiblər ki, və 11-i də bura qoyublar. Səhv yazma ehtimalımızı artırmaq üçün. Bu nə idi? 48 idi. Cavabını tapdıq, B variantı tapdıq. Keçirik 49-a. Hansı funksiya və ya metod icra olunduqdan sonra qiymət qaytarmır? Qiymət qaytarmır. Əgər bunları əzbərləmək istəyirsinizsə, Udemy-dəki PDF-də qiymət qaytaran, qaytarmayan metodları cədvəl olaraq vermişəm. Amma məntiqini başa düşmək istəyirsinizsə, misal üçün belə bir şey deyim mən sizə. Replace komandası nədir? Replace komandası nə iş görür və ya belə deyək, qiymət qaytarmır. Replace komandası əvəzlama aparır. Misal üçün hər hansı bir hərfi, məsələn, kitab, hər hansı bir hərfi başqa bir hərflə əvəzləyir. Məsələn, Q hərfini böyük Q ilə əvəzləyə bilərsiniz. Və normalda biz replace-i yazanda necə yazırıq? Misal üçün yazırıq A bərabərdir, tutaq ki, S nöqtə replace. Bax, bu bərabərlə yazdıqlarımız qiymət qaytaranlardır. Yəni, əməliyyatı icra elə və yeni nəticəni bura ver. Yəni, bir qiymət qaytaran bir metoddur. Bu arada metodlar nöqtə ilə yazılır, elə oradan yadda saxlaya bilərsiniz. Bir qiymət qaytarır. Gəldik 2-yə. Append. Append nədir? Bax, bizim bir siyahımız var. Tutaq ki, içində 3 dənə, 4 dənə ədəd var. Bir dənə də tutaq ki, 5 əlavə edirik bura. Təzədən gəldi, bura 5 əlavə olundu. Bax, appendi necə yazırıq? S nöqtə append, misal üçün 5, belə. Və burada bərabərlik yazmırıq. Yəni, bu yeni bir şey vermir bizə. Yeni bir siyahı vermir. Mövcud siyahının yeni bir siyahı vermir. Bax, əsas açar söz deyək də budur. Yeni bir siyahı vermir. Mövcud siyahının içərisinə nəsə əlavə eləyir. Mövcud siyahının içərisinə. Ona görə hələ ki, buradan 2-ni yazaq. Qiymət qaytarmır. 3. Count. Count qiymət qaytarır. Qiymət qaytarır. Necə qiymət qaytarır? Count'un nəticəsi ədəd olaraq bizə verilir. Ədəd olaraq bizə verilir. Məsələn, tutaq ki, siyahıda olan B simvollarını və ya 2 simvollarını sayırıq. Deyirik A bərabərdir. Count, S.count 2. Bu qiymət qaytarandır. Qiymət qaytarmayanları biz axtarırıq. Sonra insert, bax 4-ü də yazdıq bura. Insert. Insert'ın funksiyası nədir? Insert append kimi siyahıya hər hansı bir element əlavə edir. Yəni, bu da qiymət qaytarmır. Və bayaq dediyim kimi, məsələn, s.insert index element yazırıq da, düzdür? Nəyəsə bərabər yazmırıq. Elə oradan da əlaqələndirə bilərsiniz. Deməli, 4-ü tapdıq. Upper. Bax, upper da təxminən replace kimidir. Misal üçün, kitab sözü kiçik hərflərlə yazılıb. Yazırıq ki, tutaq ki, B bərabərdir. A bərabərdir kitab. Belə təsəvvür eləyin. B bərabərdir A.upper. Yəni, hərfləri böyüdür və alınan nəticəni B-yə verir. Ona görə bu qiymət qaytarır. Sort komandası isə siyahının içərisində olan elementləri sort kiçikdən böyüyə doğru düzür. Onu necə yazırıq? Bərabərlik olmadan yazırıq. S.sort şəklində. S.sort. Bax, bir də oldu 6. Qiymət qaytarmayanları yazdıq. Yenə də belə eləyə bilərsiniz. Dediyim kimi, Udemy-dəki PDF-dən bunu əzbərləyə bilərsiniz. Bir yolunuz bu, 2, 4, 6, B variantı. Bir yolunuz budur. Udemy-də olan cədvələ baxarsınız və əzbərləyərsiniz. İkinci yolunuz nədir? İkinci yolunuz bayaq dediyim kimi. Misal üçün, sort yazanda, əgər praktikanız varsa, o kömək eləyəcək sizə. S.sort. Belə yazırsınız. Yəni, burada götürüb bərabərlik yazmırsınız. Bərabərlik yazsanız da xəta verir. Bax, belə yadda saxlaya bilərsiniz. Və ya tutaq ki, append yazanda s.append yazırsınız. A bərabərdir s.append yazmırsınız. Bax, belə praktikanız varsa, kod yazma ona görə önəmlidir. Kodları yazmışsınız, yoxlamısınızsa, o zaman bu praktikadan yola çıxa bilərsiniz. O tərəfdə boşluqlarınız varsa, cədvəl əzbərləyin. Qiymət qaytarmır. 49 və 50. 50 elektron cədvəldə diapazondakı xanaların sayını əsasən uyğunluğu müəyyən edin. Bunun üzərində qalmaq istəmirəm, əslində çox işləmişik bundan bağlı. G2, G8 bir dənə sütundan söhbət gedir. Burada sadəcə belə eləyəcəksiniz. 8 çıx 2 plus 1 nə olur? 6, 7. 7. Yəni 1-ə A uyğundur. 1-ə A uyğundur. Sonra gəldik bura.
BCD 3 vuraq 5 çıx 3 plus 1. 3 vur 3 9 hə? 9 9 hardadır? C-də. 2-yə C uyğundur. 1-ə A. Hə, cavab çıxdı. Gəldik bura. Burada da ABC 3 vuraq 8. Bu da olur 24 24 Y. 3-ə də Y uyğundur. Bəli. Cavabımız oldu A variantı. Və beləliklə bu sınağın sonuna gəlib çatdıq. Ümid edirəm ki, video faydalı olacaq. Bəzi sualları ötürdüm. Ötürdüyüm suallar çox asan idi. Bir də təzədən videoya baxandan sonra özünüz sıfırdan işləməyə çalışsaz, ümid edirəm ki, daha yaxşı olar.